Salam dostlar, necəsiz? Hər vaxtınız xeyir olsun. Dostlar, feyxla kompotu bağlayıram. Çox qəşəng feyxladır, iri-iridir. Dostlar, mən həmişə belə bölüb bağlayıram. Ona görə ki, o feyxlanın dadı qəşəng çıxır. Dostlar, mən hərəsinə bir armud stəkan şəkər tökürəm. Dostlar, bağladım 5'ində 5 ədəd çıxdı. 2 kiloydu. Hərdəsə 1 kilosundan belə az istifadə elədim. Yəni 5 ədəd bəsdir. Onu da oğlum xoşlayır, onun üçün bağladım. Yəni indiki heyvadır, nardır, feyxadır. Heyva ilə nar eləmişdim, çəkməmişdim onu. Bu feyxanı dedim, qoy çəkim paylaşım. Siz də hazırlayın inşallah canınızın sağlığı ilə, ailənizin, istədiklərinizin canının sağlığı ilə qışda istifadə edin. Salam dostlar, hər vaxtınız xeyir olsun. Dostlar, şokolad yağı hazırlayıram. Yəni ev şəraitində 1 stəkan duru yağdır, 1 stəkan şəkər tozudur, 1 stəkan süddür, fərq etməz. Yəni kənd südü olsun ya mağaza südü, 3 xörək qaşığı da kakaodur. Yəni belə bir bankaya tökürəm. O blenderin qabı var, prosto dedim birdən tökülərdə ona görə. Arxayın olmaq üçün belə bir bankada eləyin. Ərzaqları əlavə edirəm.
Hə, çək. Dostlar, 1-2 dəqiqədir çalıram. Baxın, ucu qatılaşır. Hə, dostlar, mənim özüm vanil xoşlayanam. Dadı xoşuma gəlir. Buna görə bir paketdə vanil tökdüm. Dostlar, yaxşıdır. Çox belə blenderin səsini. Dostlar, baxın. Görün, qatılığına da baxın. Görün, necə qəşəngdir. Yəni, evdə hazırlayın siz də. Səhər-səhər uşaqlar yeməyə, ondan sonra tortlara, pirojnalara, nəyə istəsəz, yəni istifadə eləyərsiniz. Baxın, hələ çox çalmadım. Yəni, yaxşıdır belə qatılığı. Tökdüm prosto kəsiyə. İndi bankaya töküb qoyacağım soyuducuya. Az istifadə eləyəcəm inşallah. Siz də hazırlayın, nuş eləyin. Yəni, evdə hazırlananın bambaşqa dadı var da. Evdə hazırlanan başqadır. Bilirsən ki, əlindən çıxıb, əliyin məhsuludur. Rahatçılıqla da istifadə eləyə bilərsiniz. Siz də hazırlayın, nuş eləyin. Göz haqqınızı da halal eləyin.